özünəməxsus yaşıl təbiəti ilə Zümrüd ada kimi tanınan İrlandiya, qədim şəhərlərin irsini yaşadan adət-ənənələri, musiqinin və xoşbəxtliyin heç əski olmadığı mükəmməl bir yerdir. Ölkə 5,3 milyon insana ev sahibliyi edir və dünyanın ən zəngin əhalilərindən birinə sahibdir. O qədər ki, rəsmi mənbələrə görə İrlandiyanın əhalisi Norveç, Sinqapur və Qətər kimi ölkələrdəkindən daha varlıdır. Hətta hər 10 ailədən biri milyonerdir. Əhalinin 84%-ni İrlandiyalılar, qalan hissəsini isə əsasən Britaniyalılar, Polyaklar və Hindlilər təşkil edir. Tarixin ən böyük fəlakətlərindən birini yaşamış İrlandiya, dünya üzrə əhalisi keçmişə nisbətən azalmış nadir ölkələrdən biridir. Əslində, 1840-cı illərdə bu torpaqlarda 8 milyon insan yaşayırdı. Qıtlıq dövründə 1 milyon insan həyatını itirdi. Hər iki İrlandiyalıdan biri isə ölkəsini tərk etməyə məcbur olub. Gördüyünüz bu bayraq İrlandiyanın bir qəsəbəsinə məxsusdur. Üzərində ay ulduz simvolunun olması isə Osmanlı İmperiyasının həmin qıtlıq dövründə İrlandiyaya yardım etməsinə bir təşəkkür işarəsidir. Bu hadisədən sonra İrlandiyalılar dünyanın hər tərəfinə yayıldılar və bu gün onların ümumi sayı 70 milyon civarındadır. Amerika Birləşmiş Ştatlarında İrlandiya əhalisinin 6 qatından çox, yəni 32 milyon İrlandiya əsilli insan yaşayır.